Bura Ağdam şəhər 5-ci yaşayış məhəlləsinin tikintisinin ərazisidir. Burada 40 yaşayış binası tikilir, ümumilikdə 50 bina tikilir. Və bu yaşayış məhəlləsində 1074 mənzildə 3205 nəfər yaşayacaq. Ağdamın köhnə ünvanları ilə desək, 5-ci yaşayış məhəlləsi internat məktəbi və onun yan yörəsindəki ərazini əhatə eləyir. 12 hektar ərazidir bu məhəllənin ərazisi. Bax, o gördüyünüz hələ təzə tikilməyə başlayan bina var. O məhz internat məktəbinin yerindədir. Digər binalar isə internat məktəbinin sağı, solu və arxasındakı ərazini əhatə eləyir. 5-ci məhəllənin binalarının həm fasad quruluşu, həm içərisindəki dizayn digər məhəllələrdəki, 2-ci və 4-cü məhəllələrdəki binalardan fərqlənir. Bu 3 binanın hamısının dayanacağıdır bir yerdə. Dayanacaqdan birindən birinə keçid var. Hər birindən bir-birinə keçid var. Həmçinin o hissədə sığınacaq da nəzərdə tutulub. Sığınacağımız. Yeraltı sığınacağımız var. Ağdam şəhərində 5-ci faza üzrə 135-ci məhəllədə Ağdamdan olan köçkünlər üçün 30 mənzilli 8 mərtəbəli bir bina, 24 mənzilli 6 mərtəbəli ikinci binamız və 22 mənzilli 6 mərtəbəli üçüncü binamızı inşa edilir. İkindiyə 2025-ci ilin iyul ayında start verilib, təhvil verilmə müddəti isə bu ilin 2026-cı ilin sentyabr ayında olacaqdır. Bu layihənin başqa layihələrdən fərqi ondan ibarətdir ki, qeyri-yaşayış sahələri yoxdur. Birinci mərtəbələr hamısı yaşayış sahələridir. Başqa tikinti layihələrindən öz memarlıq deyək ki, belə üslubu ilə fərqlənir. Burada daha hündür binalar gözə dəyir. Deyəsən, 2-ci və 4-cü yaşayış məhəllələrində maksimum mərtəbə sayı 7 mərtəbədir. Bəli, orada ikinci burada amma daha hündür görünür. Deyəsən, daha çoxdur sayı. Bəli, 8 mərtəbəli binalarımız var. Hal-hazırda tikdiyimiz 16 nömrəli dediyimiz bu bina 8 mərtəbə, axırıncı mərtəbələr qurulur və ümumiyyətlə bütün binalarımızın üçündə də son etajların konstruksiya hissəsi tamamlanır. Axırıncı mərtəbənin inşallah bir neçə gündə betonu vurulacaq və daxildə də işlərimiz davam edir. Hörgü işlərimiz ardıcıl olaraq daxildə suvaq işləri, elektrik xətlərinin çəkilməsi. İlk dəfə olaraq burada 8 mərtəbəli bina var. Əvvəlki yaşayış məhəllələrində bu yoxdur. 8 mərtəbəli bina bax budur. Model olaraq göstərim. Bu binanın isə bir tərəfi 8 mərtəbəlidir. Bir hissəsi 7 mərtəbəlidir. 7 mərtəbəlinin üstü, 7 mərtəbəli o tərəfdə görünür. 7 mərtəbəlinin üstü terasdır. Böyük bir terasdır. İnsanların istirahəti, dincəlməsi, hava alması, söhbət eləməsi üçün, belə özü ilə tək qalması üçün, gözəl dağların mənzərəsini izləməsi üçün çox gözəl bir imkandır. Orada oturacaqlar da yerləşdiriləcək ki, buranın sakinləri fərqli bir istirahət məkanından istifadə edə bilsinlər. Ümumiyyətlə, bu fazada 50 bina inşa edilir. Onun 40-ı yaşayış, onun isə qeyri-yaşayış binaları nəzərdə tutulub. Biraz da dəqiqləşdirək. 5-ci yaşayış məhəlləsində 50 binanın 40-ı tam yaşayış binasıdır. Onu tam qeyri-yaşayış binasıdır. Digər yaşayış məhəllələrində bütün birinci mərtəbələr qeyri-yaşayış sahəsidir. Üst mərtəbələr yaşayışdır. Amma burada fərqlidir. Eyni zamanda müşahidələrdən görmək olur ki, girib içinə baxıb gəzəndə. Çünki mən digər məhəllələrdə də bütün evlərlə tanış olmuşam. Yəni 2 otaq, 3 otaq, 4 otaqlı mənzillərin layihələri ilə. Burada girib baxanda belə təəssürat yaranır ki, ümumiyyətlə layihələndirmədə, iç dizaynda da fərq var digər yaşayış məhəllələri ilə bu məhəllədəki binaların, evlərinin, mənzillərinin dizaynı arasında. Ciddi fərqlər nədən ibarət? Yəni bu üslub hardan götürülüb? O üslub bu əsasən memarların ideyasıdır.
Otaqlarımız böyükdür, başqalarına baxanda sahəsi fərqlənir. İndi hal-hazırda bir dənə nümunəvi evdə inşa eləmişik. Yəni necə olacaq da bütün hamısı o cür olacaq, bütün binalarda. Ona da inşallah baxarsınız. Biz bir məqamı da tamaşaçılar bilsin deyə qeyd eləyək ki, hər bir yaşayış məhəlləsində neçə bina varsa, məsələn, burada 5-ci məhəllədə 50 bina var, 40-ı yaşayış, 10-u qeyri-yaşayış. Bu binaların hamısını eyni şirkət tikmir. Tender əsasında müxtəlif şirkətlər tenderi qazanır. Məsələn, 3-ünü bir şirkət tikir, 5-ini bir şirkət tikir, 6-sını bir şirkət tikir və s. Amma binaların özünün ümumi layihələndirməsi demək olar ki, eynidir. Sadəcə tikən şirkətlər fərqlidir. Bəli, bəli. Siz burada 3 bina tikirsiniz. Bəli, 3 bina. Və sizin tikdiyiniz neçə mənzillikdir? 76. Ümumi 76 cəmi. Bəli, 3 binada 76 mənzildir. 31-indədir, 24 birindədir, 22-də birində mənzil. Nə vaxta təhvil verməyi planlaşdırırsınız? İnşallah qrafikdən sentyabr ayının əvvəlində veriləcək, təhvil verəcək. Belə ümumi məhəlləni göz gəzdirib baxanda deyəsən təhvilə ən yaxın elə sizin məhəllə görünür. Bəli, elə. Uğurlu olsun və bu fərqli dizaynda tikilən evləri Ağdam sakinləri bəyənəcək, mən buna əminəm. İnşallah öz sakinlərin gözləyir. Beşinci məhəllədəki binaların fasadının rəngi digər məhəllələrdən fərqli olacaq. Əgər 2-ci və 4-cü məhəllədə binaların fasadı ağ rəngdədirsə, bütün binalar ağ rəngdədir. Burada binaların fasadı müxtəlif rənglərdən ibarət olacaq. Məsələn, bax bu hazır olmağa ən yaxın bina budur, həmin dediyim 8 mərtəbəli bina. Bunun fasadında qırmızı, qara və ağ rənglərdən istifadə olunur. Başqa bir binada yaşıl, qara və ağ rənglərdən istifadə olunacaq. Bax, bu mənzil, bu küncdəki mənzil nümunə kimi artıq hazırlanıb, içində də hər bir şərait var. Biz indi o nümunə mənzili sizə göstərəcəyik, görək içərisi necədir. Bu nümunə ev tam hazırdır. Çılçıraqları da var. Hər bir şey hazırdır. Geniş işıqlı qonaq otağıdır. Burada girəcək şkafının yerini hazır qoyublar. Mətbəxdir. Mətbəx mebeli də hazırdır. Özə çox zövqlü rənglərdən yığılıb. Bu böyük sanitar qovşaqdır. Bu bir yataq otağı. Bu ikinci yataq otağı. Bu da daha böyük yataq otağıdır. İkinci sanitar qovşaq yataq otağının içindədir. İndi istifadəyə verilən binalarda 4 otaqlı mənzillərin çoxusunda sanitar qovşağın biri böyükdür, biri kiçikdir. Bunun ikisi də böyükdür, eyni ölçüdədir. Çox gözəl mənzildir. Kimə qismət olacaqsa öncədən xeyirli olsun. İçərisində xoş günlər görsünlər.